Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayırın bedelesin. İşlerinizi avand eləsin. Bir neçə gündür söhbət etmirəm, yəni üzürlü səbəblər üzündən söhbət edə bilmirəm. Ona görə gərək məni üzürlü hesab edəsiniz. Dünyanın işləri qurtarmır. Baxmayaraq mənim 75-76 yaşım var. Amma həqiqətən mən işlərimi çatdıra bilmirəm. Böyüklər ailə qurub, hamısı ayrılıb. Balacalara da hər işə etibar etmək olmur. Ona görə sözün düzü, üzürlü səbəblər olmasa, and olsun Allaha, bilirsiniz ki, mən həmişə demişəm, hər gün nəinki bir dənə, 2 dənə, 3 dənə söhbət danışarım. Nə isə, indi isə irəlidə sizə dediyim kimi İmam Hüseyin əleyhissalamın söhbətindən bir qədər siz üçün yazdığım dəftərdən, yəni konspekt şəklində yazdığım dəftərdən sizə oxumaq istəyirəm. İndi isə qayıdıram, yəni əvvəlki söhbətimiz İmam Hüseyin əleyhissalamın meydanda Allah lənət eləmiş Ömər Sədin Şümürün ləşkəri ilə döyüşməyində qaldı. İndi isə qayıdıram əvvəlki söhbətimin ardını danışmağa. Ömər Səd məlun Həzrətin o noyu şücaətini görüb, o məlun heyran olub və bu rəşadətə mat və məbhut qalıb, hay vurdu ki, ey cəmaat, vay olsun sizə, bilirsiniz kim ilə dava edirsiniz, budur Ənzələl Bətin oğlu, budur ərəbləri öldürənin oğlu, hamınız birdən ona həmlə edin. Bu sözü eşidən o qədər ləşkər tamam hərəkətə gəlib, o yalqız ağanın üstünə yeridilər və o həzrəti aldılar aralığa. Bərəvayət kitab Nurəliyin həzrət əmlə elədi qəlbi ləşkərə, gah ləşkərin sağına, gah soluna, gah qarşıya, gah arxaya, gah meymənəyə, gah meysərəyə həmlə edib, Zülfüqar ilə bədənləri biçirdi. Bədənlərdə atların dırnaqları altında qalırdı. Qan su yerinə arx kimi axırdı. Amma Həzrətin bədəninə çox kar yaralar və oxlar dəymişdi. Xülasə bərəvayət Riyazəl Məsaibi Şümür məlun öz dəstəsini götürüb xeymələrin üstünə hücum eylədi. Xeymələrin ətrafını tutuyub olayın nicəsini hərəm xeyməsinə çaldı və səsləndi. Ey qoşun cəmaatı, mənə ot gətirin, gərək İmam Hüseynin xeymələrini və hləyalını odlayam. Ah, vaveylə Həzrət məlunun səsini eşidib buyururdu. Məlun mənim xeymələrimi və hləyalımı odlayırsan, Allah səni yandırsın. Bərəvayət Səyyid İbn-i Tabiz Həzrət buyurdu. Əgər sizdə din və imanı yoxdur,
Lamalar siz Arab'da bir gayret olar. Siz benimle dava edirsiniz. Ben de sizinle. Benim ehli hayalımın ne günahı var ki onları korkuya salırsınız. Ne kadar ki ben ölmemişim benim heymelerim ile işiniz olmasın. Şümür melun dedi cemaat ehli haremden kenar olun. Hüseyin'in özünü kast edin ki onun özünü katle getirin. O melunun bu sözünden sonra desteleri heymelerden el çekip yeniden imamın üstüne hamle ettiler. Bir aletteki o Cenab-ı çok susuz idi. Ne kadar o melunlardan biri şerbet suyu istedi. O mazlum ağaya vermediler. Allah'ın lanetine gelsinler. Ne kadar tarihte gaddarı daş yüreğli, belki canavar ve hayvan kalpli insanlar olup, Allah'ın mümin lanetleri bellerine olsun. O yadigar Heyderi Kerrar o hauletle, koşuna bir şiddetle emle eyledi ki, koşunun evveli ahrına karıştı. Ve Hazretin karşısından kaçırdılar. Bir vahşet ile ki birbirlerine tokunup yıkıldılar. İmam Hüseyin Aleyhisselam Zülcenah Ferhat'a tarafı döndürüp Ömer İbni Azzaz Melun 4000 süvari ile müvekkil Ferhat idi. Hazret onları hamle edip Heyderi Kerrar içimi korkmadan dava edirdi. Hazret Ömer onları dağıdı ve Zülcenah'ı saldı. Ferhat'a buyurdu. Heyvan bilirəm ki sen de susuzsan. Andolsun Allah su içmərəm. Ta sen gerek su içesen. O vefalı heyvan bu rəhmi belə kalbin sahibi olan imamın su içmediğini görüp o da su içmedi. Ve dönüp Hazret'e bakırdı ki ennaha arz edirdi. Yani sanki demek istəyirdi ki ağa eğer ki ben de susuzam ama senin susuzluğun ateşin hara benim ateşim hara. Evvela senin Ali Ekber kimi balan ölübdür. Ciğerlerin dağlanıp saniyen Abbas Alemdarının dağı seni yandırıp ve yine de kundağı kana dönen Ali askerini susuz oğlanmağı seni yandırıp ve bu davanın uzun çeymesi yaralarını süzeşi ağrı acıları sekinenin el ateş sedası seni dağlayıp andolsun Allah'a ve o yalgın canına gelirsen su içmeyesen ben de su içmerem. Bes Hazretin o heyvana rahmi gelip onun su içmesinden öteri berabayet mehzeni veriyor zeyşade. Ovcunu suyla doldurdu istedi ki içsin. Bu taraftan Zerah İbni Şerik melun bir ok attı. Oku gelip o Hazretin damak-ı şerifinden belə değdi ki Kaba Hazretin elinden düştü. Kan Hazretin damağından başladı akmağa. Hazret o kanı mübarek eliyle tuturdu ve göğe taraf atırdı ve arz edirdi. Hudaya sana şayet edirem bir kavmiden ki benim kanımı töktüler, koymadılar bir içimi su içeyim. Beravayet İbni Şehraşub bir melun hile tergiyle dedi ya Hüseyin sen su içirsen ve halin ki koşun tökülüp heymelerine Hazret telesi su içmeden Ferhat'tan çıkıp heymelere taraf üz koydu gitmeye.
O melunlar da Hazretin karşısını kesip Hazrete mani olurdular. Hazreti peyder pey kılıç çalıp o melunlardan 400 melunu cehenneme vasil ederek özünü heymelere çattırdı. Beravaya Şahabeddin Amili Hazret hele heymecaha yetişmemiş bir melek Hazrete nazil olup dedi. Xudavənd aləm məni göndərib sənin yanına ki, sənə bildirəm bunu ki, Allah Teala səni ixtiyar sahibi edib, dünya həyatı ilə ahirət həyatını seçməkdə. Hərgah dünyanı ixtiyar edirsən, mənə əmr elə tayin ki, sənə görə mələikələri nazil edim. Dünya dolusu elə mələikələr ki, əgər buyurasan, Türfetül eyni de yani göz açıp yumunca olan vakttan da tez olan bir vaktta dünyanın bütün mallarını senin ihtiyarına getirsinler ve cəmi senin düşmanlarını özlerine yem eləsinler. Yani yeryüzünden belə melunları silsinler. Ama əgər cəddinə, atana ve anana kardeşine ve diğer dünyalarını değişen kavmilerine mülhak olmak istəyirsense, yani onlara yetişmek istəyirsense, bəs onda bugün onlara yetişersen, Həzrət həmin mələyə buyurdu, mən o büyük olan şəxsiyyətlərə qovuşmaq istəyirəm. Allah'ın salavat ve salamı onlara olsun. Amma bərəvayət məqsən Həzrət xeymələrə yetişdi. Gördü xeymələr salamatdır. Bəzi xəbərlərdən nəql olub ki, Həzrətin xeymələrdə bir 3 yaşında qızı var idi ki, Həzrət o qızı vida edəndə aldı qucağına çox öpdü. Ve namaz eylədi. O gün şiddet ateşden feryat eyledi. Ya ebeta el ateş, el ateş. Hazret o kıza buyurdu. Yani benim de kızım ateşim. Senin kimi şiddetlidir. Kızım sabreyle alay derem o yada göre Hazret buyurdu. Kızım senden öteri bu cemaattan su isteyerem. Hemen bu balaca hanım kızcağız Hazret'in heymelere gelmesinde. Haberdar olup geldi Hazret'e eyledi. Ya ebeda bu gelmeyinden şayet bana su getirip sen. Ey baba su intizarından canım su oldu. O kadar gece geldin akar yüreğim bitap oldu. Eğer su getirip sen gece gelmeyin eybi yoktu. Sazsız derlerime bir çare edenim yoktu. Bilmem bu kâr belâda müşküldür su getirmek hele. Çare ele derdime ey baba. Bence bu kızcağızına ala gele. Ama Leyla, Hazret o tifilden bunu uyandırıcı ve yanıklı sözleri eşiden. Mübarek kalbi demme gelip ağladı. Buyurdu çok ağırdır mənə. Senin belə sudan ötər perişan olup derde gelmeyin ve tapsız olmağın. Sonra Hazret mübarek parmağını o tifilin ağzına getirdi. Ona teselli verip ellerini onun başına çekti. Ela la'netullahi alel kavmi zalim.